Salam şagirdlər. Bu dərsimizdə sizlərlə baxaq mexaniki rəqslər və dalğalar bölməsi üzrə məcburi rəqslər, rezonans mövzusundan olan məsələlərin izahlarına. Başlayaq birinci sualdan. Məxsusi tezliyi 5 Hz olan rəqs sistemində tezliyi 4 Hz olan periodik qüvvənin təsiri ilə məcburi rəqslər yaranır. Yaranan rəqsin periodunu hesablayın. Biz bilirik ki, xarici qüvvənin, yəni periodik olaraq dəyişən xarici qüvvənin təsiri altında yaranan məcburi rəqslərin rəqs periodu və rəqs tezliyi bu rəqsi yaradan periodik dəyişən qüvvənin rəqs periodu və tezliyinə bərabər olmalıdır. İndi bizdə məsələdə periodik qüvvənin rəqs tezliyini 4 Hz verib. Bizdən yaranan rəqslərin periodunu istəyir. Biz bilirik ki, period və tezlik qarşılıqlı tərs kəmiyyətlərdir. Yəni, period tezliyin tərs qiymətinə bərabərdir. Onda periodik qüvvənin tezliyi 4 Hz-dirsə, onda periodu 1/4, yəni 1/4 olmalıdır. 0,25 saniyə. Yəni, birinci sualımızda cavabımız olmalıydı Y variantı. İkinci sual. Yaylı rəqqasın rəqslərinin amplitudunun xarici qüvvənin tezliyindən asılı qrafiki verilmişdir. Rəqqasın məxsusi rəqslərinin periodunu bizdən istəyir. Amplitudun xarici qüvvənin tezliyindən asılı qrafikində, yəni rezonans əyrisinin təpə nöqtəsinə uyğun tezliyi xarici qüvvənin tezliyidir. Bunu bizə 20 Hz verib. Xarici qüvvənin tezliyi 20 Hz-dir və bizdən rəqqasın məxsusi rəqslərinin periodunu istəyir. İndi rezonans hadisəsində öyrəndik ki, məxsusi rəqslərin period və tezliyi xarici dəyişən qüvvənin period və tezliyi ilə bərabərdir, eynidir. Onda məxsusi rəqslərin rəqs tezliyi də 20 olacaq. Period da tezliyin tərs qiyməti olduğu üçün yenə də period bərabərdir tezliyin tərs qiyməti. Yəni 1/20 cavabımız olacaq 0,5 saniyə. İkinci sualımızda cavabımız olmalıydı D variantı. Üçüncü suala baxırıq. Məxsusi tezliyi 30 Hz olan rəqs sistemində tezliyi 20 Hz olan periodik qüvvənin təsiri ilə məcburi rəqslər yaranır. Rəqsin tezliyini bizdən istəyir. Yenə də periodik dəyişən qüvvənin tezliyini 20 Hz verib. Onda bu qüvvənin təsiri altında yaranan rəqslərin tezliyi də elə 20 Hz olmalıdır. Cavabımız olmalıdır 3-dən B variantı. Dördüncü sual. Sönən mexaniki rəqslər üçün koordinatın zamandan asılılıq qrafiki. Sönən mexaniki rəqslər, yəni zaman keçdikcə amplitudun qiyməti azalan rəqslərdir. Bu da uyğundur D variantında. Zamana görə amplitudun qiyməti getdikcə azalmalıdır. Beşinci sual. Sönən mexaniki rəqslər üçün təcilin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Yəni, amplitudun qiyməti zaman keçdikcə azaldığı üçün təcilin də qiyməti zamana görə maksimal qiyməti zaman keçdikcə o da azalacaq. Yəni, cavabımız olmalıdır 5-də Y variantı. Altıncı sual. Yenə sönən mexaniki rəqslər üçün sürətin proyeksiyasının zamandan asılılıq qrafiki, sürətin də qiyməti getdikcə azalacaq. 7-ci sual. Məcburi rəqslərin amplitudunun məcbur edici qüvvənin tezliyindən asılılıq qrafiki. Bu rezonans əyrisidir. Rezonans əyrisi də bizdə B variantı olmalıdır 7-ci sualda. 8-ci sual. Məcburi rəqslərin amplitudunun məcbur edici qüvvənin dövrü tezliyindən asılılıq qrafiki. Yenə də amplitudun dövrü tezliyindən asılılığı rezonans əyrisi təsviri olmalıdır. Yəni cavabımız C variantı. Bu əyrinin təpə nöqtəsinə uyğun tezlik, yəni rezonans hadisəsinə uyğun dövrü tezliyin maksimal qiymətinə bərabər olmalıdır. Sonra baxırıq 9 nömrəli suala. X bərabər 0,5 kosinus 2 pi t qanunu ilə rəqs edən sistemdə rezonans baş verməsi üçün ona hansı tezlikli məcbur edici qüvvə təsir etməlidir? Tənliyə fikir versək, burada dövrü tezliyi bizə omega bərabərdir 2 pi olaraq verib. Onda biz buradan tezliyi tapsaq, omega bərabərdir 2 pi nu ifadəsinə görə tezlik bərabərdir omega bölək 2 pi-dən omeganın qiyməti 2 pi bölünsün 2 pi. Alırıq 1 Hz. Onda rəqsin tezliyi, daha doğrusu, periodik dəyişən məcbur edici qüvvənin tezliyi də elə 1 Hz olmalıdır. Cavab D variantı. 10-cu sual.
Məxsusi tezliyi 4 Hz olan rəqs sistemində tezliyi 5 Hz olan periodik qüvvənin təsiri ilə məcburi rəqslər yaranır. Yaranan rəqslərin periodunu hesablayın. Yaranan rəqslərin periodu periodik dəyişən xarici qüvvənin rəqs perioduna bərabər olmalıdır. İndi periodik dəyişən qüvvənin tezliyi bizə 5 Hz verilib. Onda onun periodu t bərabərdir 1 bölək Newton, yəni tezliyin tərs qiymətinə bərabər olmalıdır 0,2 saniyə. Xarici qüvvənin periodu 0,2 saniyədirsə, onda yaranan rəqslərin periodu da 0,2 saniyə olmalıdır. Yəni onda cavabımız A variantı. 11-də məxsusi periodu 0,5 saniyə olan rəqs sistemində periodu 0,2 saniyə olan periodik qüvvənin təsiri ilə məcburi rəqslər yaranır. Yaranan rəqslərin tezliyini hesablayın. İndi periodik qüvvənin rəqs periodu bizdə 0,2 saniyədirsə, onda yaranan rəqslərin periodu da elə 0,2 saniyə olmalıdır. Bizdən yaranan rəqslərin tezliyini istəyir. Tezlik periodun tərs qiymətinə bərabərdir. Yəni 1 bölək 0,2. Buradan alırıq cavab 5 Hz olmalıdır. Yəni 11-də cavabımız C variantı olmalıdır.